Əziz və dəyərli yemeğim izləyiciləri, mən sizin İngilis dili müəlliminiz Çinarə Talıbova. Bugünkü esse sualımız Why visiting art galleries or exhibitions is useful? Nəyə görə rəsm qaleriyalarına və sərgilərə getmək daha faydalıdır? Fikrimizi əsaslandırırıq. Art galleries and exhibitions are very important for both artists and society. Rəsm qaleriyaları və sərgilər həm rəssamlar və həm də cəmiyyət üçün çox faydalıdır. First of all, hər şeydən əvvəl, they give artists an opportunity to show their works to the public. İlk öncə rəssamlara imkan verir ki, öz əsərlərini cəmiyyətə nümayiş etdirsinlər. Many talented artists may remain unknown if their paintings are not displayed anywhere. Əgər rəssamlar əsərlərini nümayiş etdirməsələr, onlar ətraf üçün naməlum qalarlar. Exhibitions help people discover new artists and understand different styles of art. Sərgilər insanlara icazə verir ki, yeni rəssamları kəşf etsinlər və müxtəlif növ sənət əsərləri ilə tanış olsunlar. Secondly, art galleries allow people to learn more about culture, history and human emotions through paintings and sculptures. Həmçinin şəkillər və heykəllər vasitəsilə rəsm qaleriyaları və yaxud incəsənət qaleriyaları insanlara imkan verir ki, kültür, tarix və insan hisslərini öyrənsinlər. When visitors see artworks in real life, they can feel the ideas and feelings that the artist wanted to express. Səyahətçi sənət əsərini həyatda gördükdə o rəssamın demək istədiyi ideya və düşüncələri daha dərindən anlaya bilir. This experience is much stronger than just seeing pictures in books or on the internet. Bu təcrübə kitablarda və internetdə gördüyünüz, yəni realda görülən şəkillərin verdiyi hisslər kitabda və yaxud internetdə görülən şəkillərdən qat-qat üstündür. Finally, exhibitions also support artists financially because people can buy their artworks there. Həmçinin sərgilər maliyyə cəhətdən də rəssamlara və s. kömək edir, çünki onların əsərləri alına bilər. For these reasons, art galleries and exhibitions play an important role in developing art and culture in society. Buna görə də qaleriyalar və sərgilər cəmiyyətin və kültürün inkişafında mühüm rol oynayır. Əziz abituriyentlər, siz də öz fikirlərinizi bildirə bilərsiniz. Təşəkkür.